Rəssamın etdiyi ən böyük səhvlər. Sən də bu səhvi eləmək istəmirsənsə, video axıra kimi bax. Birinci, birbaşa forma çəkirsən. Bu sənin ən böyük səhvindir. Sən birinci rəsm çəkəndə birbaşa formadan başlamırsan. Ya akademik şəkildə onun sxemini qurursan, o alınmırsa, sən onun təxmini fiqurlarını eskiz olaraq çəkirsən. Qətiyyən formanı birbaşa çəkmə, onsuz ilkdən o alınmayacaq. Sən təxmini yeri qurandan sonra bunu bir qatını silib ikinci dəfə çəkirsən. Orada da təxmini formalar çəkirsən. Hələ tam dəqiqliyindən işləmirsən. İkinci dəfə formanı biraz oxşatmağa çalışırsan. Bunu siləndən sonra üçüncü dəfə daha dəqiqləşdirirsən və tam nəticəni alana qədər. İkinci, qələmə möhkəm basıb iz qoyursan. Bu rəssamların ən böyük səhvidir. Ona görə qələmi bu şəkildə tutub, yavaş, yumuşaq formada ştrixlər atırsan. Və çalış yumuşaq qələmlərdən istifadə elə. Ştrixləri qoyandan sonra barmağınla yaya bilərsən. Daha təbii alınsın deyə qubqadan və ya barmaqlarından istifadə edib yaya bilərsən. Üçüncü, işıq olan hissəni kontur edirsən. Bu sənin rəsmini çox qəribə göstərəcək. Çünki işıqlı hissədə heç vaxt qalın kontur ola bilməz. Sən o işığı, ümumiyyətlə o formanı ön plana çıxartmaq istəyirsənsə, fonla işləyirsən. Məsələn, boyun hissədə görürsüz açıq hissə var. Mən fonu tündləşdirəndə, biraz ştrix atanda həmin o işıqlı hissə ön plana çıxır.